Esselamu aleykum və rahmetullah və barakatuh. Sizi Brüsseldən salamlayıram. Yəni ki, Belçikadan. Bir çoxları məndən həmişə soruşur ki, orada müsəlmanlar varmı? Və yaxud da müsəlmanlar üçün orada şərait necədir? İstədim bu haqda danışım və sizə bəzi yerləri göstərdim inşallah. Bəzi yerlər demişkən, yəni məscidə gedirəm indi. İnşallah məscidi çəkib paylaşacağım. Brüsseldə müsəlmanlar çoxdur. Türklər ümumiyyətlə çoxdur burada. Mərakeşlilər də çoxdur. Elə məhəllələr var ki, orada Belçikalılar demək olar ki 5-10% təşkil edir, yoxsa yox. Yəni görsənmirlər ümumiyyətlə. Hicab belə sərbəstdir, hicab giyinmək. Böyle insanlar gəlir, biraz təşkil. Binaya baxın, nə gözəl binada belə gedişat göstərdim. Və ümumən Brüsseldə həddindən çox hicab giyinən xanımlar var. Hərbisə pajar oldu. Hərbisə pajar oldu. Hamısara gedir. Müsəlmanlar çoxdur, məscidlər də çoxdur. Məscid tapmaq çox asandır. Ancaq Belçika tək Brüsseldən ibarət deyil. Brüsselin həm də elə rayonları var ki, orada müsəlmanlar sayı azdır. Ancaq ümumən Belçikada müsəlmanlar rahat yaşayırlar, yəni öz dinlərini rahat yaşayırlar. Cümə günü rahat məscidə gedirlər. Sonra ərəb dilini sərbəst harda istəyirlər, dərs keçirirlər, öyrənirlər. Quran da həmsinin. Belə, inşallah məscidə çatım, məscidi çəkim sizə paylaşacağım. Hal-hazırda baxdım, xəyətdə mənə yaxın olan Türk məscididir. Adı Ulu Camidir. Səhv eləmirəmsə, çox uzun zamandır bu məscid mövcuddur. İnşallah sizə çəkib oranı paylaşacağım. Esselamu aleykum və rahmetullah və barakatuh. Demək, bura məscidin dəstəmazxanasıdır. Görürsünüz, tərtəmizdir. Vaxtda güzgü var. Yaxşı, mənə də baxın da, bu mənim görürsünüz. Salam aleykum. Bu belə dəstəmazxanadır. İçərini göstərəcəm inşallah. Burada belə bir divan qoyublar, qəşəng bir oturmaq üçün. Bura bax, başmaqlarda dəstəmaz almaq üçün. Bu zibil qutusudur. Burada o belə salfetka qabı var, yəni salfetka götürə bilərsiniz qurulamaq üçün. Sonra burada həmçinin görürsünüz zibil qutusu, yenə dəstəmaz aldıqdan sonra qurulamaq üçün salfetka. Burada yazıblar, təmizlik imandandır. Burasını nasıl bulmaq istərsən öyle bura. Çox gözəl. Burada desən duş kabinaları da var, həm də təharətxanadır. Ümumiyyətlə dəstəmazxana çox tərtəmizdir. Bir də o qədər belə deyim də ximiya istifadə edirlər ki, iyi tutdu məni. Burada görürsünüz belə sabunlar, belə ximiyalar, dərmanlar yəni istifadə edirlər ki, bakteriya iyi falan olmasın. Möhtəşəm. Türklər nömrə 1. Halal olsun. Demək, məscidə daxil oldum. Burada görürsünüz, bir oturmaq üçün yer var. Bura məsciddir, çox böyükdür. Sadəcə namaz vaxtı deyil deyə işıqları söndürə bilər. Yəni, məğrib namazını qılıb çıxıblar, mən biraz gecikmişəm. İndi işə namazında işıqları yandıracaqlar. Buranı gözəl çəkib sizə inşallah paylaşacağım. Çox möhtəşəm, çox gözəl, çox tərtəmiz. Super.